Verilişin baş sponsoru Kalsi D3 Nikamet. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır və bugünkü qonağımız həkim infeksionist, infeksion xəstəliklər və kliniki mikrobiologiya uzmanı Doktor Vasif Əliyev studiyamızın qonağıdır və biz səbəbi bilinməyən qızdırmalardan danışırıq. Maraqlı xəstələrdən danışırdıq və dediniz ki, endokardit olub ki, bu səbəbi bilinməyən qızdırmanın altından çıxan səbəb endokardit olub. Buyurun davam edək elə qaldığımız yerdən. Çox maraqlı xəstələr olub. Məsələn, maraqlı xəstələrdən biri endokardit olub. Cavan bir qız idi. İndi bəlkə də özü də efirdə görsə hatırlayacaq. Çox deyil 2-3 ay payız ayında gəlmişdim mənim, elə xatırlayıram. Uzun müddət antibiotik alıb qızdırma səbəbi ilə, amma konkret olaraq hələ diaqnozu qoyulmamışdı. Və təbii ki, gəldiyi zaman artıq bir danışma pozğunluğu da var idi. Və dərhal mən bu emboliyadan şübhələndim. Yəni, çox güman ki, bir mərkəz sinir sisteminə bir qan laxtası atıb və bu da daha çox endokarditlərdə olur. Və exo elədik, eyni zamanda endokardit diaqnozu təsdiq olundu. Sonra bu əməliyyata getdi, qanda da mikrob aşkar elədik. Yəni, ürək qapaqları təmir olundu. Yəni, bu vaxtında müdaxilə olunsaydı, hansı ki artıq ölüm təhlükəsində idi. Vaxtında müdaxilə olsa bəlkə bu qədər ağırlaşmaya gətirib çıxarmayacaqlar. Və bir çox xəstələrimizə bruselyoz çıxıb altdan uzun müddət araşdırılıb, səbəb bilməyən bir qızdırma kimi bruselyoz çıxıb, vərəm xəstəliyi çıxanlar olub. Eyni zamanda revmatoloji xəstəliklər çox olur. Məsələn, bunlardan bir stil xəstəliyi olub. Necə gedir o xəstəliyin gedişatı? Stil xəstəliyi əslində bütün bir çox, sadəcə uzun müddət davam edən hərarəti olur və müəyyən laborator dəyərlərə əsasən qərar verilir. Yəni, bütün infeksiyon və ya onkoloji və digər revmatoloji xəstəlik inkar etdikdən sonra artıq diaqnoz olaraq stil qoyulur. Yəni, bu biraz artıq bir çox kriteriya əsasən verilən bir xəstəlikdir. Əslində, stil xəstəlik digər xəstəliyin inkarına görə qoyulan bir xəstəlikdir. Bütün xəstəlikləri inkar edirik, heç nə tapmırıqsa o zaman bəli, onun da özünün kriteriyaları var. Məsələn, qırmızı qurd eşlənək xəstəliyi çox çıxıb. Təbii ki, bunu artıq biz diaqnoz qoyundan sonra revmatoloqa yönləndiririk. Məsələn, vaskulitlər çıxır. Behçet xəstəliyi çıxıb. Yəni, revmatoloji xəstəlik əslində çox genişdir. Amma yenə də onlar da bir qızdırma verə bilirlər. Və eyni zamanda onkoloji xəstəliklər. Yəni, müxtəlif xəstələr olur ki, qızdırma ilə gəlirlər, amma altda bir onkoloji xəstəlik olur. Təbii ki, bu nə qədər xəstənin eyni zamanda biz deyirik 3 həftədir. Bəzi xəstələr var ki, şikayətlər olduğu halda heç həkimə müraciət eləmirlər. Bəs indi ola bilərmi ki, misal üçün səbəbi bilinməyən qızdırmadır, elə antibiotik içir, qızdırma düşür, heç bilmir də hansı xəstəlikdən sağaldı? Təbii ki. Bu cür xəstələr həm antibiotik müalicəsi sırasında, həm steroid xəstəliyi sırasında biz o xəstəlikləri müvəqqəti olaraq, həmin o xəstələr sağalsalar belə, bundan sonra yerinə geri qayıda bilər. Amma problem ondan ibarət ki, antibiotik içən bir adam, məsələn, endokarditdə biz diaqnozu qoya bilmirik. Qan kültürü təmiz çıxır. Və yaxud deyək ki, antibiotik içib hər hansı bir sümükdə olan bir osteomiyelitin diaqnozunu qoya bilmirik. Eyni zamanda, məsələn, steroid içibsə müxtəlif revmatoloji xəstəliklərin diaqnozunu artıq baskılayır və ya hematoloji onkoloji xəstəliklərin mütləq steroid istifadə edilməsi, biopsi alması üçün mütləq müəyyən bir zaman keçməlidir ki, steroidin təsiri altında olmasın ki, yanlış nəticələnməsin həmin aldığı o biopsiya. Bəs bu antibiotiklərin həftələrlə, aylarla istifadəsi, bunlar yəni yəqin ki, problemsiz ötüşmür və deyək ki, artıq diaqnoz qoyulanda ki, səbəb budur, əlimizdə onu öldürəcək antibiotik də tapılmır. Bax, istərdim bu mövzuya toxunasınız ki, antibiotiklərin lazımsız istifadəsi və nə zaman, nə üçün, yəni antibiotik təyinatı üçün mütləq bilmək lazımdır. Yəni ki, hansı infeksiyadır, nəyi öldürürük, nəyin üstünə gedirik, bilək ki, onun üstünə tankla gedək, pulemyotla gedək, yoxsa tapancadan öldürə bilərik.
Əslində bu biraz çox geniş mövzudur, həm də ağır mövzudur. Yəni bizdə ümumiyyətlə qızdırma olduğu zaman hər kəs antibiotik istifadə Hamı edir. aptekdə antibiotik alır. Antibiotiki həm aptekdə əl çatan olması, yəni bunu həkim resept yazmadan Bunu belə kim tənzimləməlidir ki, resept olmadan antibiotik satmayın? səhiyyə qurumları tənzimləməlidir. Təbii, Səhiyyə Nazirliyi yəqin ki. Artıq bu məsuliyyət kimin üzərindəsə, onlar tənzimləməlidir. Düşünürəm ki, artıq elektron reseptlərə keçilir. Yəqin bu elektron resept sadəcə yazılı bir reseptin bir qarşılığıdır. Nə zaman artıq elektron reseptə keçilər, bu da bir Artıq tənzimlənəcək. Sual doğurur. Amma ümumiyyətlə istər elektron olsun, istər kağız resept olsun, fərq eləmir. Reseptsiz antibiotik alışı qarşısı alınmalıdır. Resept olmadan antibiotik alına bilirsə, bu birinci növbədə ən böyük bəla budur. Yəni resepti elektronu keçirməkdən öncə birinci bunun qarşısı alınmalıdır. Bu bir. İkincisi, ümumiyyətlə həkimlərin özlərinin də bəzən səhv yazmaları, nə olsun, resept var, amma orada səhvdir. Bu ikinci böyük problemdir. Bəzən kombinasiyalı antibiotik müalicələri belə yanlış yazılır. Və ya bir reseptdə 3-4 dənə Və antibiotik bunlar olur. özləri də tənzimləməlidir. Artıq bu necə tənzimlənəcək? Bu səhiyyə qurumlarının işidir. Yəni orada düşünürəm ki, bununla bağlı kifayət qədər təcrübəli insanlar oturublar. Bunu artıq tənzimləməlidirlər. Və dediyim kimi və uzun müddət antibiotik istifadə edənlərdə bəzən yanında bir dənə də göbələk əleyhinə dərman da istifadə edilir. Bu həkim tərəfindən bəzən yazılır. Bəzən isə aptekdə işləyən özü tövsiyə edir. Bir çox xəstələr olur ki, məsələn bizə tövsiyə edirlər ki, biz antibiotik yazılıb, doktor siz bizə göbələk üçün dərman yazmamısınız. Yəqin unutmusunuz. Dedim mən unutmaram yəni də, yəni narahat olmayın. Yəni, Lazım bilsəm yazacağam. Lazım bilsəm yazaram. Yəni bunu aptekçi bəzən deyir ki, yəni biz bunu verək mi dedim, ehtiyac yoxdur. Hansı dərmanı və uzun müddət antibiotik yazılanda məsələn olur ki, məsələn pnevmoniya müalicəsi 7-14 gün arasındadır. Yəni amma məsələn sümük infeksiyaları müalicəsi uzun müddət aylarla davam edə bilir. Aylarla məsələn protez infeksiyonu, osteomielitlər, spondilodiskitlərdir, yəni onurğa fəqələrinin iltihabı, bunlar uzun müddət davam edə bilir. Yəni, həm damar yolundan müalicə gedir antibiotik, həm də sonradan da tablet şəklində uzun müddət davam edir. Və bunlar minimum 1-3 ay müalicə almalıdırlar, minimum. Düşünün, 3 ay, 6 ay belə bu müalicəni alanlar olur və mütləq bunu çox vaxt xəstə yaxınları, aptekçi, istər xəstənin başqa bir qohumları qorxudur. Bu qədər antibiotik sənin böyrəyini, qaraciyəni sıradan çıxar. Təbii ki, antibiotiklər hamısı qaraciyə və böyrək üzərindən atıldığına görə müəyyən bir zərər verə bilər. Amma bu mütləq həkim nəzarətində olmalıdır. Amma buna Çünki nefrotoksik, ototoksik effekti var, həmçə bəzilərin qulaqda problemlər və yaradır. o dərmanları uzun müddət vermək olmaz. Aha. Amma hər bir dərmanın özünün bir qaraciyər toksikliyi olan var, dediyiniz kimi böyrək toksik təsiri var, eşitmə problemi yarada bilər. Və buna görə də biz o verdiyimiz dərmanın yan təsirini özümüz daha yaxşı bildiyimizə görə xəstənin hansı zamanda nə qədər aralıqlarla kontrola gəlməyini biz tövsiyə edirik. Amma bunu bəzən kənardan yanlış yönləndirən olurlar. Qonşular olur, dostları olur, hətta həkim qohumları, aptekçi bu qədər dərman olmaz, sən bəs bunun xeyrindən çox zərər olacaq. Amma bu həkim nəzarətində olduqdan sonra heç bir problemi yoxdur. Bəs bu aylarla, həftələrlə içilən antibiotiklərdən sonra bağırsaq mikroflorası necə bərpa olur? Yəni, açığı deyim ki, bu cür dərman istifadə edildiyi zaman profilaktik olan nə bağırsaq florası üçün dərman ehtiyacı var, nə də göbələk üçün dərman ehtiyacı var. Amma təbii ki, və ya qaraciyər dəstəkləyici dərmanlar, hepatoprotektorlar. Bəli, bunların istifadəsi heç bir nəslində ehtiyac yoxdur. Amma təbii ki, bu demək deyil ki, bunlar zərər verməyə bilməz. Tamam. Əgər 100 xəstədən 5-ində bu problem yaranırsa, misal üçün ishal var, deyək ki. İshal var. Birinci növbədə bu ishalın səbəbi araşdırılmalıdır. Bu antibiotik kəsildiyi vaxt ishal düzələ də bilər. Aha. Amma məsələn antibiotikə bağlı olaraq, məsələn o dediyim Clostridium difficile, Pseudomonas enterocolitansı ishal səbəbidir. Yanaşı başqa bir müalicə verə bilər. Yəni buna bağlı başqa bir infeksiyon da görülə bilər. Amma bu o demək deyil ki, bütün 100 xəstəyə biz hamısına bu dərmanı verməliyik. Əgər şikayəti yaranarsa və davamlı kontrola gəldiyi zaman, əgər əlavə bir təsir aşkar olunarsa, həkim tərəfindən müdaxilə olmalıdır. Bu, yəni qabaqlayıcı olaraq, preemptiv olaraq biz bunu istifadə eləmirik. Heç bir protokollarda da tövsiyə olunmur.
Bəzən də olur ki, pasiyentlər deyir ki, mən falan vaxtı falan xəstəliyə tutulmuşdum, ağır keçirtdim, çoxlu antibiotik qəbul elədim və mən illərdir bağırsağım düzəlmir, biraz həyəcanlanan kimi də qaçıram tualetə, ayaq yoluna, biraz yəni xırda bir qıcıq həyatımda bu antibiotik istifadə etdim uzun müddət. Daha sonra bu mənə biz ona irritable bağırsaq sindromu deyirik, qıcıqlanmış bağırsaq sindromu olaraq geri gəldi. Doğrudan da səbəb ola bilərmi bu uzun müddət antibiotiklərin istifadəsi? Yəni siz görmüsünüzmü təcrübənizdə? Yoxsa ola bilər ki, bu problem əvvəldən var idi, bu antibiotik bunu provokasiya elədi? Çox güman ki, əvvəldən var idi, amma antibiotika bağlı olaraq da ishal yarana bilir. Aha, yarana bilir. Yəni az öncə dediyim kimi antibiotikin kəsdiyimiz vaxtda bunlar çox vaxtı düzəlir. Amma bəzən davam edirsə, müəyyən antibiotika var, digər məsəl üçün bağırsaq florasında olan infeksiyonun belə deyim ki, aşkar olunmasına təkan verir, xəstəlik yaratmasına. Onu da araşdırıb ona uyğun da müalicə veririk. Amma təbii ki, altda yatan bəzi xəstəliklər ola bilər ki, bunlar sonradan üzə çıxa bilir. Amma bu o deməkdir ki, bu antibiotika bağlı olmalıdır və həmin xəstəsində normal bir həkim müayinəsindən keçərək bu diaqnozu dəqiqləşdirməlidir. Əgər stressə bağlı varsa, demək ki, bunun antibiotiklə bir əlaqəsi yoxdur. Aha, aydındır. Doktor, bəs müqayisə etsək qadın və kişilər və yaxud yaş aralığı kimdə daha çox biz rast gəlirik səbəbi bilinməyən qızdırmalara? Uşaqlarda da görülə bilir, böyüklərdə. Yəni, hər hansı bir yaş aralığı yoxdur deyim. Amma daha çox böyük yaşlarda görülür. Qadın-kişi bir müqayisəli bir hər hansı bir məqaləyə belə deyim, rastlamamışam. Bu, yəni, hər iki cinsdə də görülə bilir. Amma məsələn, revmatoloji xəstəliyə götürürsək, qadınlarda daha çox görülür. Amma onkoloji xəstəlik kişilərdə görülə bilər. İnfeksion xəstəliklər hər ikisində görülə bilər. Yəni, ona görə bu konkret olaraq xəstəliyə görə qadın-kişi belə deyim, cins ayrımı görülə bilər. Məsələn, deyim ki, qırmızı qurd eşidən daha çox, məsələn, qadınlarda görülür. Amma biz bruselyozu qadın və kişidə görülməsini deyə bilmərik. Çünki kim çox təmaslı olursa, məsələn, COVID-i deyə bilərdik mi, qadınlarda daha çox görülür, kişidə az görülür. Yox. Yəni, çünki kim təmaslı olubsa, onlarda da görülür. Amma müəyyən xəstəliklər var. Amma səbəbi qızdırma, altda yatan xəstəliyə görə biz onu dəyərləndirməliyik. Ümumiyyətlə, bunu da deyim, vaxt bitər birdən o unudular. Səbəbi bilməyən qızdırmaların %51%-nə səbəbi bilinməyərək olaraq qalır. 51%. Çox ciddi rəqəmdir. Yəni, yarısında səbəbi bilinməyərək də qalır. Bəs necə olur bu xəstəliklərin, bu xəstələrin taleyi necə olur? Araşdırmaların nəticəsində mən deyəcəm. Sadəcə 1% hallarda ölüm olub. Yəni, birə yaşayırlar qızdırma ilə. Çoxsunda səbəbi bilməyən qızdırmaların özü-özünə qızdırmaları da normala düşüb. Hər hansı bir müalicə olunmadan. Amma bəziləri təkrar həkimə müraciət ediblər, çox müəyyən bir hissəsi. Onlar təbii ki, əgər səbəb bilməyən qızdırma yenidən müraciət etsə, o yenidən həkim tərəfindən araşdırılmalıdır. Hətta burada dediyim kimi qan analizləri, səyahət edibsə ona uyğun həmin o səyahəti etdiyi ölkədə görülən infeksiyon, xəstəlik mütləq nəzərdə keçirməli. Heyvan təması varsa, onlar araşdırılmalıdır. Eyni zamanda... Yəni, onda belə çıxır ki, müəyyən peşə sahibləri də risk qrupundadır. Bəli. Məsəl üçün, tub dispanserdə çalışan həkimlər risk qrupundadır. Tibb işçiləri, heyvandarlıqla məşğul olan bruselyoz risk qrupundadır. Tək bruselyoz, məsələn, deyək ki, digər zoonoz infeksiyalar. Təmaslı olanlarda da fərqli infeksiyalar görülə bilir. Məsələn, quş qripi, bəsit bir şey deyim. Keçə bilərmi? Keçə bilər. Və evdə heyvan saxlayırsa? Keçə bilər. Ev heyvanları keçə bilər. Pişiyin cırmaqlamasına pişik cırmaq xəstəliyi ola bilər. Qızdırmaya səbəb ola bilir. Yəni, bu əslində biz mütləq anamnezi doğru araşdırmalı, toplamalıyıq. Ondan sonra dediyimiz kimi, həmin anamnezə uyğun olur, şübhələndiyimiz xəstəliyə görə laborator analizləri verməliyik, daha da geniş şəkildə. Lazım olarsa tomoqrafiya, ultrasəs müayinəsi, rentgen müayinəsi, MRT müayinəsindən. Ən sonda isə bunlar əgər bizə bir nəticə vermirsə, hətta PET-ə belə gedilə bilər. PET sintiqrafi belə müayinəsini keçirə bilər və hətta biopsi belə oluna bilər. Sizcə, süni intellektin bizim həyatımıza inteqrasiya etməsi infeksion xəstəliklərin müalicəsində və yaxud diaqnostikasında hansısa bir rol oynayacaqmı? Və ya oynayırmı, bəlkə bilmirəm. Açığı, yəni bunu təbii ki, gələcək göstərər.
süni intellekt göründüyü kimi bir çox sahələrdə insanların yerini tutacaq. Təbii ki, bu həkimlikdə də ola bilər. Hətta cərrahiyyədə belə. Mən Mən bunu düşünürəm bütün ki, gələn həkimlərdən soruşuram ki, həkimlərin hər birinin bir subyektiv fikri var bu mövzuda. Yəni sonda görüm nəticə nə olacaq. Yəni Əliş doktor dedi ki, dünən bizim qonağımız idi. O qeyd elədi ki, hər nə qədər olsa da, məsələn, eyni rentgen cavabı ilə demək olar ki, buna əməliyyat lazımdır, amma xəstə ilə danışandan sonra belə müayinə etməmiş biz onu deyə bilmərik. Çünki birbaşa anamnezdə olur, birbaşa təmasda olanda xəstənin şikayətlərini dinləyəndə, yəni burada insan faktoru mütləq olmalıdır. mən də düşünürəm ki, insan faktoru olmalıdır. Süni intellekt əslində bizə müəyyən qaydada faydalı ola bilər. Məsələn, nə baxımdan? Məsələn, insan unuda bilər hər hansı bir diaqnozu. Məsələn, deyim ki, səyahət etdiyi ölkədə Meksikaya səyahət edib, orada məsələn görülən bir göbələk infeksiyonları var. Azərbaycanda görünmədiyi üçün buradakı həkimlərin onun xəbəri yoxdur məsələn. Amma bu da bir qızdırmaya səbəb ola bilər. İndi qızdırma üzərindən danışıram, değil mi? Biz Meksika olduğunu əgər süni intellektdə yazsaq, deyə bilər ki, bu xəstəliyi mütləq araşdırmaq lazımdır və ya bu görüntüləri. Bunu insan unuda bilər və həkim bu mövzunu heç Məlumatsız ola bilər. Məlumatsız da ola bilər. Süni intellekt birbaşa bizə dolayı yola biz köməkçi ola bilər. Bir istiqamət verə bilər. İstiqamət verə bilər. Amma təbii ki, yekun qərarı vermədə süni intellekt qərar verənməz. Dediyimiz kimi, əməliyyat qərarı verilirsə, burada fayda-zərər nisbətini ölçə biləcək süni intellekt nə qədər ölçsə də, təbii ki, bir insan qədər o effektiv olmaz. Bəlkə gələcəkdə effektiv ola bilər, amma hal-hazırda düşünürəm ki, insan faktoru hələ də önəmlidir. Təbii ki, və ya xəstələr gedir öz analiz nəticələrini yükləyirlər bu süni intellektə və ondan bir cavab, bir müalicə metodu gözləyirlər. Yəqin siz də bunu təsdiqləyərsiniz. Ola bilər, məsələn, deyək ki, iltihab dəyərləri var ki, məsəl üçün, bunlar istər qanun-manaz olsun, seyreaktiv zülal olsun, HCS olsun, azı xalq arasında Rusca, ROYE dedikləri. ROYE yüksəkdir. Və o yüksək olan kimi, təbii ki, bunlar müəyyən bir xəstəliklərdən xəbər verə bilər, amma təbii ki, normal da ola bilər. Deyək ki, qızdırmalı bir xəstə, qripi keçirən bir xəstədə müvəqqəti bir düşə yüksələ bilər və yaxud iynə vurduran bir şəxsdə və ya travma nəticəsində belə yüksələ bilər. Bunu süni intellektdə yazsaq, süni intellekt bəlkə də antibiotik belə göstərişi yaza bilər. Düzdür, sınamamışam, böhtan atmayayım süni intellektdə. Maraqlıdır, sınayım. Amma ola bilər deyə düşünürəm, amma həkim təbii ki, bütün bu nəticələri hamısını birlikdə qərar və xəstə bazına görə, xəstəyə görə uyğun bir qərar verən biridir. Yəni, xəstənin hər türlü ola biləcək fəsadlarını, antibiotik vermə və ya başqa bir dərmanın vermənin faydasını və zərərini planlayaraq, tərəzidən keçirərək bunu verə biləcək biridir. Ona görə düşünürəm ki, günümüzdə yenə də həkim faktoru, insan faktoru böyükdür. Amma gələcəkdə hansı formada olacaq, onu deyə bilmərəm. Onu da bir yaşayıb görəcək. Təbii ki, xəstəlik yoxdur, xəstə var. Həm istər bu məsələnin amma psixoloji tərəfi də var ki, həkimin o xəstə ilə qurduğu empati, sonra bəzən olur ki, xəstə baxır həkimin ağzına ki, desin ki, narahat olma, hər şey yaxşı olacaq. Yəni süni intellekt yəqin ki, bunları bacarmayacaq. Gələcəkdə deyəsən həkimlərə belə ehtiyac qalmayacaq. Amma süni intellekt həkimləri belə süni intellekt xəstə sağaldacaq. Mənim maraqlı gələn bir də odur. Bir zarafat edeyim. Bəs xəstəyə həkim ehtiyacı oldu, kimə zəng eləyəcək? Ən böyük problemimiz. Təbii ki. Çox sağ olun, çox dəyərli məlumatlar verdiniz bugün bizə. Hərdən məndən soruşurlar ki, bəs yorulmursan, səhər xəstələrə baxırsan, sonra qaçırsan televiziya verilişə. Deyirəm, yox, çünki mən həm öz biliklərimi yeniləyirəm, həm yeni məlumatlar öyrənirəm. Çünki biz tələbə olanda infeksion xəstəliklər kafedrasından keçmişdik. Hepatitlər idi, sarılıq Hepatitlər, idi. bəli. Xüsusilə də bağırsaq infeksiyaları və bir də bu hava damcı yolda keçən infeksiyalardır, qızılcadır, məxmərəkdir. Amma açıq mən özüm də infeksiyon xəstəlikləri təhsilini Türkiyədə aldığım vaxtı, başladığım vaxtı və çox təəccüblənmişdim ki, infeksiyon xəstəlikləri səndə daha çox geniş imiş. Burada səbəbi bilinməyən qızdırmalar, HIV xəstələri, hepatitlər, transplantasiya xəstələri, eyni zamanda xəstəxana daxili infeksiyalar, istər reanimasiyada, istər stasionarda olan xəstələr də baxılır və daha da genişdir, sümük infeksiyaları. Məsələn, amma Azərbaycanda sümük infeksiyonu vaxtı travmatoloqlar özləri baxırdı. Məsələn, meningitlərə nevroloqlar baxırdılar,
Fizioteraplar ancaq vərəm xəstələrinə baxır, amma o da nəticə etibarən bir infeksion xəstəlikdir. Yəni amma bu bütün dünyada məsəl üçün daxilində Türkiyədə ən azından Türkiyə modelinə baxdığımızda infeksionistlər baxırlar. Məncə də infeksionistlər baxsa daha yəni infeksion xəstəliklər uzmanının baxış bucağı fərqlidir. Fərqlidir daha və detallı, daha genişdir. Daha detallı araşdıracaq. Baxır. Yəni törədici uyğun da fikirləşir. Hansı antibiotiki verilməlidir? Məsələn, bəzən görürük ki, sidik yolu infeksiyonunun müalicəsində elə bir antibiotik yazılır ki, heç uyğun deyil. O antibiotik ümumiyyətlə sidik yollarını keçmir. Artıq şərhə ehtiyac yoxdur. Meningitdə məsəl üçün yazılan antibiotik birinci növbədə onunla beyin müalicəsində keçməlidir ki, təsir göstərsin. Amma onu fikirləşmək lazımdır ki, hansını verməliyik. Yəni hər antibiotik bütün sistemlərə eyni dərəcədə təsir göstərmir. Tamamilə razıyam sizlə. Buna görə də infeksion xəstəliklərində məhz uzman həkim infeksionistlərə müraciət etmək lazımdır ki, onların ixtisası sırf infeksion xəstəlikləri uzmanı olsun və mikrobiologiya uzmanı, klinik mikrobiologiya uzmanı. İş yeriniz dəyişməyib. Baku Medical Plaza Babək filialı. Babək filialında eyni yerdə işləyir. Ki, birdən kimsə müraciət etmək istəsə, məndən soruşanlarda mən təbii ki, çalışıram pasiyentləri ən doğru şəkildə yönəldim güvəndiyimiz həkimlərə. Bugünkü qonağımız da məhz bu güvəndiyimiz həkimlərdən olan infeksion xəstəlikləri və kliniki mikrobiologiya uzmanı doktor Vasif Əliyev idi. Dostlar, təşəkkür edirəm sizə doktor gəldiyiniz üçün. Təşəkkür edirəm, dəvət etdiyiniz üçün. Və son təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkəti nədir? Kalsium D3 Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini bizə təqdim edir. Kalsium və D vitamini ciftinin profilaktikası məqsədi ilə. Həmçinin deyək ki, 3 fincandan artıq kofe içirsinizsə, hamiləsizsə, laktasiya dövründəsizsə, vegansızsa, siqaret çəkirsinizsə, kalsium ehtiyacınız artmış ola bilər. Buna görə də təyinata uyğun olaraq məhz kalsium D3 Nikamet, portağal və limon dadlı tabletlərini seçə bilərsiniz. Çünki 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi doktor Fərid Səlimova gəlsin. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 Fərid doktorun nömrəsidir. Sizə təşəkkür edirəm bizi izlədiyiniz üçün. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.